Hər kəsə salam dostlar. Kanalıma və videoma xoş gəlmisiniz. Bu videomuz zırpaket ilə bağlıdır. Yəni onun haqqında bir videodur. Zırpaket almışam 2026. Parti yoxdur dostlar. Parti yoxdur da, yəni belə zırpaketə aid almışam belə. İki dənə də əlavə edərəm. Paska çox yox. Belə yaxşı zırpaketlərim var. Yəni bəs edir bu yeni ilə. İndi keçək videomuza dostlar. Zırpaketləri yavaş-yavaş sizə göstərim. Ən zəifdən ən balacaya qədər gedək. Keçək. Deməli, balaca bir şeyimiz ilk olaraq budur. King of Kings. Belə bir zırpaketdir. Bunu mən 50 qəpiyə almışam. Qiymətlərini də sizə deyəcəm. Ən axırda da hardan almışam o deyəcəm. Bunu belə qoyaq. Düz durmaz bu. Biraz eğri durur. Altı belədir deyə. Düz deyil. Nəysə belə dursun. Sonra hansı gələ bilər? Gələ bilər. Orijinal Explorer P20. Orijinallığına söz ola bilməz dostlar. Onu bilmirəm tam olaraq. Bu orijinal da ola bilməz. Onu videoya görə almışam da, yəni maraqlı zırpaketlər var idi. Bunu aldım. Explorer orijinal. Bu çox qəşəng zırpaketdir dostlar. Bunun partlamağı da qəşəngdir. P23-ə çatanmaz, amma P23-də çox az bir zəifliklə partlayır. Belə qoyaq. Düzəldə bilər o Kingi. Kingi düzəldə bilərsən. Düzəltdi deyəsən. Hə, yaxşıdır. Sonra gəlirik Mamba. Mamba 2. Bu da dostlar çox qəşəng bir zırpaketdir. Bu arada bunun qiymətini demədim. Onun qiyməti 1 manat 50 qəpik idi. 2 manatdan endirməsi almışdım. Mamba dostlar, Mamba 2 çox gözəl zırpaketlərdən biridir. Mamba 2 güclü partlayır. Həqiqətən çox güclü partlayır. Bunu da mən 1 manat 50 qəpiyə almışdım. Öz qiyməti idi. Mambanı da qoyaq belə. Sonra bunu qoyaq yoxsa bunu? Bunu qoyaq. P23. P23 həddən gözəl zırpaketlərdən biridir dostlar. Bunun partlamağını bilən bilər, alıb bilən bilir. Çox gözəl zırpaketdir. Qiyməti 2 manatdan 1 manat 50 qəpik. Dostlar, endirmə salmışam çoxum. Bu P23-ün ikincisi. Bunu da yanına qoyuruq. Mənə bir əmi var idi, yalan danışmaq istədi ki, P23-ün orijinal balaca P23 idi. Orijinal deyə mənə anlatmaq istədi, amma mən o əmidən almadım. Həm də ki, zırpaketləri yaxşı deyildi, yəni. Çox bir şey yox idi. Sonra bunu qoyaq. Bu nədir? Gold Pearl. Bu belədir ki, belə fişək kimi göydə qalxır, açılır. Ya içindən çıxmalıdır, ya da bu göyə qalxır. Bu da gözəl zırpaketdir. Bunu da 2 manat aldım deyəsən. Bu da qəşəng zırpaketdir. Sonra Super Pirat. Super Pirat deyə bir zırpaket. Bu da maraqlı bir zırpaketdir. Həmi dedi, yaxşı partlayır, ona görə aldım. Qiyməti 1 manat idi deyəsən. 1.50 idi. Çox 1.50 idi. Ay da. P23'ün düşməyi pis oldu. Saxlanı. Hə. Qəşəng. Sonra dostlar gəldik qəşənglərindən, ən qəşənglərindən biri Crazy Robot. Bunu hər il alıram. Hər il sevinçlə partladıram və hər il olduğu kimi yerində dönüb partlayır. Bu başın şəkli niyə burada var? Mən bilmirəm ki, sənə də belə idi. Deməli Crazy. Sonra dostlar, buna ürəyiniz gələcək. Bunu yəni heç kim məncə Azərbaycanda orijinal bir boss tapa bilməz.
tapa bilər, amma biz çətinliklə dostlar. Orijinal boss. Orijinal bossa neçə manat versəm yaxşıdır? 5 manat. 10 manatdan yendirdim 5 manata və bu bossu aldım. Çox qəşəng zırh paketdir dostlar. Bunun partlamağı nə etsəz dəyər. Bunu 10 manatdan indirimlə 5 manata aldım dostlar. 2 dənə qalmışdı. Birini də mən aldım. Dostlar, çox əfsanə bir şeydir. Ağır diyor, özdən böyüdü. Sonra dostlar, paska bir paska. İçində qırmızı zırh paketlər, onu bilirsiniz. Çox gözəl zırh paketdir. 60 dənə olur içində. Bu yəni belə danışanda da uşaqlar üçün sayıla bilər. Belə atmaq üçün yandırıb tez at deyərək elə bir şey ola bilər. Amma bu boss kimi, crazy robot kimi şeyləri əsla uşaqların əlinə verməyin. 6 piluslar onsuz da bunlar, 6-7 piluslar. Ona görə ehtiyatlı olun buna qarşı. Uşaqların əlinə verməyin. Bunlar belə sıxaq. Bundan hələ bir neçə paska alacağım. 2 paska almışdım. İkisini partlatdım. Təzə almışam bunu. Bunun boss'un qiymətini dedim. Bunun da qiyməti 2 manat 50 qəpik. Qoyduq elə. Axırıncı deyil. El çılçıraqdır dostlar. 4 dənə 30 qəpik yazılıb. 4 dənəsinə 30 qəpik. 4 dənə yəni fikrimi çatdıra bildim. Bir dənəsi 30 qəpikdir. 4 dənəsinə 1 manat 20 qəpik pul verdim. Qəşəng. Bu da belə qalsın. Sonra dostlar, ən bombalarından biri, ən qəşəyi, ən finalı və ən gözəli. Gəlir o. Amma siz nə qədər aldığımı inanamazsınız da yəni. Nə tər sığdırım bunu. Şüşədən göründü hə, güzgüdən. Roman Candle. Ayda. Roman Candle'ın bu variant. Orijinaldır. Tam olarak orijinal bir Roman Candle aldım. 100 şatdı ama inanmıram 100 şat. Bir 20 şat falan atar. 20-10 şat atar. Dostlar bunu neçə alsam yaxşıdır. 15 manatdan endirmə saldım. 10 manat aldım dostlar. Belə bir şey olamaz dostlar. Belə endirim olamaz da yani. O dediğim yeri sizə deyəcəm ama yox. Mən hər YouTuberlar kimi eləmirəm, anladım. Sədərək Ticarət Mərkəzi, Şirniyyat 5-ci və 6-cı sıraların arasında. Oradan kimdən soruşsanız deyəcək. Korpus 2 olmalıydı. Sıra 5-6'nın arası. Telefon bir yeriydi. Oradan axtarsanız, soruşsanız taparsınız. Belə dostlar, zırh paketlərimiz belədir. Məncə çox gözəl almışıq da yəni. Bu qiymətə bunları heç yerdə tapamazsınız. Taparsınız dostlar, taparsınız amma çətin bir halda. Dediyim kimi paska falan alacağım. Part 1 falan çəkmirəm. Mən zırh paket videosudur bu tam olaraq. Bilirəm, bunların satışı qadağandır. Amma hər ildə bir dəfə də olsa almaq lazımdır ki, həvəs atılsın. Bu boss məsələn. Bu boss partlasa, məsələn, bax sizə deyirəm. Sizin evinizdən olsun binada partladırsınız. Bir 500, yox, mən niyə abartdım? 50 metr, 100 metr o tərəfə gələcək səsi o qədər güclüdür. Ona amma bir şey deyirlər də yəni. Heç kim yeni gəlirsə onsuz da bizə heç kim heç nə deyəməz. Polis falan görsələrsə deyə bilər. Amma hamı partladır. Polislər də oturub baxır. Ona görə buna narahat olmaya ehtiyac yoxdur da yəni. Ona görə rahatlıqla dediyim yerdən ala bilərsiniz. Çox ucuzdur, qurtarmaq üzrədir. Siz soruşsanız birinci, soruşub gəlmişəm, sizi içəri alacaqlar, soruşmasanız almayacaqlar. Deməli, belə video dostlar. Sağ olun, yeni videolar gələcək. Ən bəyəndiyiniz buradakı zırh paketi də yoruma yazın. Qiymətlərində dedim, yerində dedim, tam olaraq yerində dedim. Sədərək Ticarət Mərkəzi, Şirniyyat, 5-ci 6-cı sıranın arası Korpus 2. Oldu dostlar, sağ olun. Salamat qalın. Bu videomuz da belə idi. Bunların partlama videosu gəlməyəcək amma deyəsən. Gələ də bilər dostlar, gəlməyə də bilər. Bilmirəm tam deyək. O mənim necə olacağıma baxır. Ona görə
baxarıq. Oldu, sağ olun.